Salam uşaqlar. Bugün mən sizə səhifə 30-da olan misal və məsələlərdən kömək eləyəcəyəm, gözəl balalar. Bu bir təzə bir mövzudur. Biz 4-cü sinifdə bu mövzuya ötəri toxunmuşuq. Amma indi biraz geniş veriblər. Mən hər mövzunun əvvəlində sizə xatırladıram. Bu mövzunu da həmçinin ki, bu sizə daim lazım olan bir mövzunun bir qrafik qurma mövzusunun ən asan variantıdır ki, siz bugün bunu dəqiq bilməlisiniz ki, sonraki illərdə də biləsiniz. Onu da deyim ki, bəyənin, paylaşın, abunə olun, gözəl balalar. Deməli, səhifə 30, misal 8-dən başlayırıq. Burada nə etmək lazımdır? Burada uşaqlar, asıllıq düsturu deyirlər buna. Y bərabərdir, x üstəgəl 2. Buna niyə asıllıq düsturu deyirlər? Mən əvvəl istəyərəm ki, onu sizə başa salım ki, bu niyə asıllıq düsturu adlanır? Desinlər ki, y bərabərdir, x plus 2 düsturu. Amma buna deyirlər asıllıq düsturu. İndi mən onu sizə başa salım, sonra keçim dərsimizə. Bax, bu qaralamada həmin düsturu yazacağam. Y bərabərdir, x plus 2 düsturuna dedik ki, asıllıq düsturu deyirlər. Bax, buradakı düsturdur, yazdım bura. Niyə görə deyirlər? Yəni, y-in qiyməti x-dən asılıdır. X-ə 1 deyəriksə, 1-in üstə 2 gələriksə, y olar 3. Y bərabər 3 olar. Nə zaman? X 1 olanda. Bu dəfə y-ə deyək, x-ə deyək 3. Və yaxud da 5 deyək. 5, 2, 3 buralarda var, demirəm. 5 deyirəm. X 5 olsa, 5 üstə 2 gəlirik, y olur 7. Y bərabərdir 7. Və sair qiymətləri dəyişə bilərəm. Buna məsələn 8 deyərəmsə, y 8 üstə 2 gələrəm, y olar 10. Deməli, asılı olaraq dəyişən y-dir. Bu da dəyişəndir, bu da dəyişir. Bu özünə qiymətlər alır. Bir dəfə aldı 1, bir dəfə aldı 5, sonra aldı 7, 7 yox, 8. Belə bu öz-özünə qiymət alır. Öz-özünü bir dəfə dəyişir. Y isə özü qiymət ala bilmir. Y bundan asılı olaraq qiymətini alır. X-ə biz 1 dedik, bu oldu, y oldu 3. 1-in üstünə 2 gəldik, 3. Asılı dəyişən y-dir. Ona görə də bu düstura asıllıq düsturu deyilir. Yəni, ikinci bir dəyişəndən asılı olaraq dəyişir. Asıllıq düsturu nədir? Onun mənasını mən sizə izah elədim. Yəni, bax, burada da asıllıq cədvəli verilib. X-ə 0 deyiblər. 0. 0 qoymuşuq yerinə, x-in yerinə. 0-ın üstə 2, y olub 2. Bax, yazmışıq y-in altında 2. X 0 olanda y 2 olub. İndi x-ə 1 desək, 1-in üstə 2, 3. Y olacaq 3. X-ə 1 deyəndə y 3 olub. Y-in altında 3, x-in altında 1. Bu dəfə x-in qiyməti verilməyib. Amma y 4 olub. Nə zaman y 4 olar? X 2 olanda, 2'nin üstüne 2 gelsək, y 4 olar. Onda biz bura 2 yazırıq. Və cədvəlin sonunda 3 var. X 3 alır. 3 qiymətidir. Bax, bu x-ə 3 deyirik. 3 deyiriksə, 3'ün üstə 2 gəlib, y-i 5 tapırıq. Bura tapdığımız 5'i yazırıq. Bax, bu asıllıq düsturunda asılı olan y-dir. Dəyişən isə x dəyişir qiymətlərini. Bax, belə x özü biz veririk, dəyişir. Y isə qiymət verə bilmirik. X-də verdiyimiz qiymətlərə görə dəyişir. Bu düstura isə asıllıq düsturu deyilir. Deyir, qrafiki qurun. Bəli. Birinci x-dır, sonra da y-dir. Bu oxları da elə adlandırırıq. Bax, burada ox çəkmişəm. Burada bəlkə, bilmirəm, görünürmü? Karandaşla çəkmişəm, qara karandaşla. Biraz da üstündən gedim. Bax, bu x oxudur. Üfüqi oxa x oxu deyirik.
Bu da şaquli oxdur. Yəni bu dəyişəndir. Dəyişənin qiyməti bura yazılır. X. Bu isə asılı olaraq qiymət alan. Bundan asılı olub, bax, bunların qiymətindən asılı olub qiymət alan da Y-dir. X-ə 0 dedik. Bax, 0 burada. 0, bax, birinci X-ə nə demişik? 0. 0'ı qeyd elədim. Y neçə olub? 2. 1 santimetr, bu da 2 santimetr. Bu Y 2 olub. Buraya yazıram 2. X 1 olan, 0 olanda, bax, X oxu 0 olanda Y 2 olub. İndi X-ə 1 deyək. Cədvəldən götürüb deyirəm. Maşallah 1. X-ə 1 deyirəm. X oxunda 1 buradır. 1. Y olub 3. 3 olub bura. Onda bunların kəsişməsindən bir nöqtə yaranır. 1-dən qalxırıq yuxarı, qırıq-qırıq xəttlərlə. 3-dən də gəlirik. Bunların kəsişməsindən bir nöqtə yaranır. Bax, bu nöqtələr, buradakı nöqtə elə 0 ilə 2 bu oxun üstünə düşdü. Burada isə kəsişmədən X ilə Y-in kəsişməsindən bir nöqtə yarandı. Qrafik, bax, bu nöqtələrdən keçəcək. Sonra X-ə 2 deyirik. Çünki cədvəlimizdə 2 tapmışdıq bunu. X 2 olarsa 2'nin üstə 2, 4. Y 4 olacaq. Bax, burada 4 yazmışıq. 4. X-də 2 olanda X-ə də 2 deyirik. Bu 1 idi, bu da 2. Deməli, 4 ilə 2'nin kəsişməsindən yaranan nöqtəni tapıram. Bax, burada. Bu nöqtə. 3 desək 5 olacaq. X-ə 3 desəm, cədvəldən götürürəm. Bu sıra görürsən, mən niyə X-ə 3 deyirəm? Bəlkə bu Y-in qiymətidir? Yox. Yuxarıda görürsən, X yazmışam. X-in qiymətidir. Qrafikdə də X budur. Ona görə 3 deyirəm X-ə. 3 deyirəm deyəndə hazır yazmışıq. İndi oradan köçürürük qrafikə. Y olub 5. Bunların kəsişməsindən bir nöqtə tapıram. Budur. Bax, bu nöqtələri indi birləşdirəcəyim. Yaranan nöqtələri birləşdirəndə qrafik alınacaq. Bu qrafik Y bərabərdir X üstəgəl 2. Y bərabərdir X üstəgəl 2 qrafikidir. Çünki biz burada 3'də dayandıq. Biz X-ə qiymətləri artırıb 5 deyə bilərik. 10 deyə bilərik. Y də dəyişəcək. Beləliklə bu qrafik gedir. Hardan başlayır? 2'dən. Ona görə ki, üstəgəl 2 idi. Üstəgəl 3 olsaydı 3'dən başlayıb düz gedərdi. Üstəgəl 1 olsaydı buradan gedərdi. Və yaxud da Y bərabər X olsaydı elə 0'dan gedərdi. Birdən. İkinci bir asıllıq düsturumuz da var. Bunun da qrafikini aşağıda quracağam. Burada isə cədvəli tamamlayaq. X 0 olanda 0. 0'ı vurublar 2'yə. Y də 0 olub. Yazmışam. X 1 olanda 1'i vurublar 2'yə. Y 2 olub. Yazmışam. X burada 2'dir. 2'ni vururam 2'yə. Y, yəni Y cərgəsi budur, 4 olacaq. Bəs Y 6 olanda, yazıblar Y 6'dır. Y cərgəsi 6. X neçə olub ki? 2'yə vurublar 6 olub. X onda 3 olub. İndi qrafiki qururam. Yenə də X oxu. Dəyişənin qiymətləri. Bu da asılı dəyişənin qiymətləri. X-ə 0 demişiksə, 0'ı vurarıq 2'yə, Y də 0.
Ama bu sıfırdır. X sıfır olanda Y de sıfırdır. X'in qiyməti sıfır, Y de sıfır. Buradan başlayır. Hər ikisi üst-üstə düşdü. X-ə 1 desək, bax bu cədvəl bizə kitabda verilib. X-ə 1 desək, 1 qoysuq yerinə, bax X 1-dir. 1-i vuraram 2-yə, 2. Y 2 olacaq. Deməli, X-ə 1 desəm, Y 2 olacaq. 1, 2. Bunların kəsişməsindən bax bu nöqtə. 2 desək X-ə. X 2 olsa, 2-ni 2-yə vuraram 4. Deməli, 2 olanda bu 2-dir. Gördük ki, burada 4 alındı. 3, 4. Bu da 3'dür. 2 ilə 4'ün X 2'dir. 2'ni vurdum 2'yə 4, Y'yi tapdım. X'ə də 2 qiymət verib burada nişanladım. Sonra 3 desək X'ə. 3. X 3 olsa Y 6'dır. Düsturdan. 3'ü vurublar 2'yə, Y 6 tapıblar. Və yaxud da elə hazır verilib cədvəl bizə. 3 olanda Y 6 olur. 5, bu da 6. Bu 6 nömrədir, bu da 5. Buradan kəsişmə nöqtəsi burada olacaq. 6-dan 3'ün. Onda qrafikimizi çəkirəm. Qrafikimizi çəkmək üçün tapdığım nöqtələri birləşdirməliyəm. Bax, belə bir düz xət. Olsun ki, mən biraz əyri-üyrü çəkdim. Belə bir qrafik aldı. Bunu da uzatsaq, üstə yaza bilərik ki, Y bərabərdir. Qırmızına yazım bunu. 2x qrafikidir. Y bərabərdir. 2x qrafikidir bu. Bu 30-cu səhifədə 8-ci. 9-cuya baxaq. Burada da çoxlu asıl dəyişən düsturu verilib. 5 dənə. Bunların qrafikini yazmaq bizdən istəyir. Birinci bu cədvəli çəkin deyir. Əvvəl cədvəli tərtib eləyin, sonra qrafiki qurun. X, Y. Davam eləyirəm cədvəli çəkməkdə. Burada qrafikdir. Mən cədvəli buradan götürüm onda. Belə. Üç dənə qiymət də kifayət eləyir. Biz birinci 8 nömrəli misalda 4 qiymət verdik. 3 dənə qiymət də burada kifayət eləyir ki, biz qrafikimizi quraq. X-ə 1 desək, 1. Bax, burada X yerinə 1 qoysam, Y olacaq. 1-i vuraram 3-ə, 3. Y 1 olacaq. Bu Y cərgəsidir. Bu da X cərgəsidir. 3 tapdım. X-ə 1 dedim. 1-i vurdum 3-ə, Y-i də 3 tapdım. Göylə yazardım. Yaxşı, bu dəfə X-ə 2 deyirəm. X 2 olsa, 2-ni vuraram 3-ə, 6. 3 desəm, 3-ü 3-ə vursam, 9 eləyər. X 3 desəm, Y 9. Bu nöqtələri tapırıq, sonra X ilə Y-in kəsişmə nöqtələrini. 0. Cədvələ görə qrafik qururam. Burada damalar, bir damanı 1 cm götürəcəm. Və 1 budur, 1 dama. 2 budur, 3 də budur. Böyük götürməyəcəm o biri səhifədəki kimi. 1, 2, 3.
1 ilə 3'ü tapacağım. X 1 olanda bu X oxudu. Y 3 olub. Y oxumuz da burada. 1, 2, 3. Və bura olub 3. 3 ilə içəri üzdə yazdım. 1'in kəsişmə nöqtəsi bax buradır. Bu. 2 desək X-ə 2 budur. 6'nı tapmalıyıq buradan. 3, 4, 5, 6. Bax burada. 2 ilə 6 kəsişmə nöqtəsi budur. 3 desək 9'dur. Görək biz qrafikdə 9 göstərə bilərikmi? 6, 7, 8, 9. Bəli, burada var. 3 desək, bax bu olacaq. 3, 2, biraz irəli çıxdı. Onda belə bir qrafik olacaq. Buradan başlayırıq. Grafikimizi bax belə bir qrafik çəkirik. Mən xəttkeşlə çəkmədiyimdən 0 demişdik mi? Yox, deməmişdik. 0 olsaydı X, Y də 0 olardı. Bunu da çəkə bilərdik. Bax belə 0'dan başlayan bir qrafik olardı. Belə bir, bu ikinciyə baxaq. X üstə gəl 1. Yenə cədvəli qururam. Buradan cədvəli karandaşla çəkim. Bunun üçün bir tərəfi X, bir tərəfi Y. Üç də götürə bilərəm burada. 4 də götürə bilərəm. 4 ədəd də götürə bilərəm. Tən yarıya bölürsünüz bunu siz də. Bir tərəfinə yazırıq. Birinci cədvəlin birinci hissəsinə X, ikinci hissəsinə Y. X'ə 1 desək, 1'in üstə 1 gələrik 2. 0 desək 1 olacaq. Bunu da eləyə bilərik. 0 deyək. X'ə 0 deyək. 0'dırsa X. 0'ın üstə 1 gələrik, Y olar 1. Y yerinə 1 yazırım. 1. 2 desəm, X'ə 2 desəm, 2'nin üstə 1, 3. Y 3 olacaq. Biz buna bu dəfə 3 deyək X'ə. 3 ilə X'ə 3 desəm, yazıram bura 3. 3 üstə 1, Y olacaq 4. 4 desəm, 4 üstə 1, 5. 4 desəm 5 olacaq. Bax, bu cədvəldə gördüklərimizi qrafikdə yaradırıq indi. Bu bizim 0 nöqtəmiz qrafikdə. Sağa tərəf gedirsə X-dır. 1, 2, 3, 4. Yaxşı, biraz da uzadaq. Buna bir ox qoyuruq. Yuxarıya da həmçinin. Yuxarıda maksimum 5 olmalıdır. Ben burada balaca götürürəm nöqtələr, santimetri, bir damanı 1 santimetri götürürəm uşaqlar. İndi başlayıram qurmağa. Qırmızıyla quracağam. Bir də fərqli olsun bunlar. X-ə 0 demişiksən, Y 1 olub. Yəni Y-in biri buradır. O Y oxudu axı bu. Y-in biri buradır. X-ə 2 demişəm. X 2. 1, 2. 2'dir bu. 2 deyəndə Y 3 olub. 1, 2, 3. Bu da 3'dür. Bu da 2'dir. 2 ilə 2, X'in 2'si, Y'in də 3'ü kəsişir. Burada mı? 2 ilə 3. Bəli, burada. Kəsişir bunlar. 3 deyəndə 4 olur. X'ə 3 deyəndə 3. Y olur 4. Bax, burada kəsişəcək. 4 desək X'ə. 4 desək.
X-ə 4 deyəndə Y olur 5. Qaldırıram yuxarı, tapıram 5-i. 3, 4, 5. Bax, budur. İndi qrafikimiz isə bunların kəsişməsi. Bunları birləşdirən, bu nöqtələri birləşdirən. Burada 4 dənə X-ə 4 qiymət vermişdik. 1, 2, 3, 4. 4 dənə qiymətlər ayrı-ayrı. Ona görə də 4 dənə nöqtə aldıq. 1, 2, 3, 4. Əgər davam eləsək bir 7 dənə qiymət versəydik X-ə, Y də 7 dənə olardı. Yəni bu nöqtələr də 7 dənə. Kəsişmə nöqtələri də 7 dənə olardı. Qrafik X ilə Y-in kəsişmə nöqtələrinin birləşməsindən yaranan düz xəttdir və sonrasında öyrənəcəyik ki, bizim dərsimizə görə düz xəttdir. Amma elə dərslər olacaq ki, orada əyri xətt olacaq, qapalı xətt olacaq. Yaxşı, dəyişənin daha bir növü. Y bərabərdir asılı dəyişənin düsturu. Daha bir düsturu. Burada da mən yenə X ilə Y-i ayırıram. Cədvəli tərtib eləmək üçün bunları çəkirəm. Əlinə çəkdiyimdən xəttlər də əyri düşür. Vaxt itirib xəttkeşdən istifadə eləmək istəmirəm uşaqlar. Bu da bunun davamı. Neçə yer istəsəniz, neçə dənə X istəsəniz təyin eləyə bilərik, amma siz təyin eləyə bilərsiniz. Mən çalışacağım ki, 4 dənə bəs eləyir qrafiki çəkmək üçün. Biri X-dir. Birincini dəyişəni X, asılı dəyişən də Y. Yəni X-ə qiymətlər verib Y-i tapırıq. X-ə 1 deyək. 1-i vuraq 4-ə, olacaq 4, Y olacaq 4. Y olacaq 4. Nə zaman? X-ə 1 dedik də 4 aldıq. 2 deyək X-ə. 2-ni vururuq 4-ə 8. X 2 olanda Y olur 8. Mən özümdən yazmıram, amma buradan hesablayıram uşaqlar. X-ə 2 deyirəm, vururam 4-ə olur 8. Yazıram Y-in yerinə 8. 3 desəm, 3-ü vururam 4-ə 12. 4 desəm X-ə, 4 vur 4, 16. Bu da 16. İndi qrafikimiz əl verəcəkmi görə 16 dama çəkməyə. Bəlkə elə 3 damadan bəs eləyəcək bizə. Başlayaq, qrafikimizi quraq. 0. Qrafiki mən əvvəldən çəkmişəm, belə əyri-üyrü olmasın. X-a 1 deyirəm, 1. Bax, budur 1. Y olub 4. Bəs biz X-a 0 desəydik, nə olardı uşaqlar? 0 desəydik, 0-a vuracaqdıq 4-ə, Y də olacaqdı 0. Onda birinci bura düşür. X 0 olanda Y də 0 olur. Cədvəldə yazmamışam. Gərək yazardım. X 1 olanda Y 4 olur. 1, 2, 3, 4. 4'dür bu. 1 ilə 4'ün kəsişmə nöqtəsi bax burada. X-ə 2 deyək. 2 deyəndə olur 8. 2. Qalxırıq yuxarı. Hara qədər? 8'ə qədər. 1, 2, 3, 4 dama. Bax, bura qədər. 3 desək 12 olur. X-a 3 desək 3 budur. 1, 2, 3. 12 dama. 12 santimetr. Yəni 12'dir. 4, 8, 9, 10, 11, 12. Bax, burada uca yeri oxu qoyuram. Buradan yoxdur, yuxarıda. 3 desək belə olacaq. Bu qırıq-qırıq çəkməliydim əslində bunu. Bura düşəcək. İndi bu 0'dan 0 desək 0 olacaqdı. Buradan başlayıb birləşdiririk. Çox kobud alındı uşaqlar. Xətkeşlə qoyub çəkmək olardı daha düzgün. Belə bir düz xət. Bu olacaq. Hansı qrafik? Y bərabərdir 4x-in qrafiki. Qırmızına yazaq. Bu əyri xətləri nəzərə almayın. Y bərabərdir 4x-in qrafiki. Görür, bəlkə siz özünüz qura bilərdiniz bunu. Bunu da qururam. Görək, vaxtımız çox gedir.
izahla. Tez-tez quracağım, bəlkə izah eləmədən. Burada da 3 dama götürəcəm. 4 götürərəm yaxşı. X, Y. X olsun 0. 0 üstə 4, 4. Bu 0 olanda bu olacaq 4. 1 olanda olacaq 5. 2 olanda x 6. 3 olanda 7. Hesabladım da buradan yerine koyayım. İndi qrafiki qururam. Başlanğıc. X hansı nöqtələr? 0, 1, 2, 3. 0, 1, 2, 3 nöqtələri. 0 da buradadır. 0 olanda y olub 4. 1, 2, 3, 4. 4 burada. 1 olanda 5 olub. 1 ilə 5-in kəsişməsi bax burada. Xət çəkib qaraltmıram. 5 budur. Bu 4-dürsə, bu da 5-dir. 5 ilə 1-in kəsişməsi. 6 ilə 2-nin 6. Y 6-dır. Bu da 2-dir. 2 ilə 6-nın kəsişməsi bax burada. 3 ilə 7-nin kəsişməsi burada. Bu da 7. Bu da 6. Bu kəsişmə nöqtələrini tapandan sonra qrafik sıfırdan keçmir. X-a 0 dedik. 0 dediksə də Y 0 olmadı. Üstünə 4 gəldik, oldu 4. Buradan başlayacaq. Grafikimiz olacaq. Üstə yazıram. Y bərabərdir. X plus 4 grafiki. Bunu da 1, 2, 3 yazmışam. Vurmadı burada. Yoksa çıxdı uşaqlar. Çıxma var burada. 1 desək x-ə. 5-dən 1 çıxsaq 4. 2 desək 3 olar. 5-dən 2 çıxıram. 3 çıxsam 2 olacaq. İndi qrafiki qururam. 0. Bu 0'dır. Oxların başlanğıc yerləri. X-a 1 demişiksə 1 budur. 5-dən 1 çıxırıq, Y olur 4. 1, 2, 3, 4. Bax 4 budur. 4 ilə 1-in kəsişmə nöqtəsi buradır. X-a 0 desəydik, 0 olsaydı Y 5 olardı. Bunu da deyə bilərik. İndi yazmırıq. Yəni ki, bu ədəd oxunun özünə düşəcəkdi. Və bura düşəcəkdi 5. Bir nöqtə bura düşəcəkdi. Sonra 2 desək x-a y olacaq 3. Get-gedə aşağıya doğru gəlir. 4. 2 də burada olacaq. 3. Bu da 2. 3 desək x-ə. 3 budur. X-in də qiyməti budur. 3 desək. X 3-dürsə 5-dən 3 çıxıram 2. Y olacaq 2. 2 ilə 3-ün kəsişmə nöqtəsi buradır. Qırıq-qırıq xəttlərlə kəsişdirsək. Onda qrafikimiz aşağıya doğru yönələcək. Y bərabərdir 5 çıx x. Buradan nə nəticəyə gəlirik uşaqlar? Buradan nəticəyə gəlirik ki, əgər vurmadırsa, birinci qrafikdə vurmadı. 3 vur x. Bir də burada vurmadı. 4 vur x. Vurma varsa, x ilə verilən əmsalın ədədin arasında qrafik 0-dan başlayır. Bax, 0-dan başladı burada. Burada da 0-dan. Üstəgəl varsa, burada üstəgəldir. Üstəgəl 1-dirsə, 0-dan başlamır.
başlayır Y oxundan. Burada da üste gel 4 idi. Bax, üste gel 4. Üste gel 4. 4 dənə sayıb buradan başlayır. Grafik Y oxunun 4-cü nöqtəsindən başlayır. Çıx olanda isə burada isə çıxdı. 5 çıx X. Düzdür, yuxarıdan başlayır. Burada qrafikdə göstərim. Çıx olarsa, burada çıxdı da. 5 çıx. Buradan aşağıya doğru yönəlir. Üstəgəl olanda yuxarıya Y oxunu kəsir gedir. Y oxundan başlayır. Vurma olanda, bax, burada vurma, burada çıx idi burada. Bu 2 oxda vurma idi. 3 X, 4 vur X. Sıfırdan başlayır. Bu qədər. Bu 10'a keçirəm indi. O 9 idi. Deyir Y bərabərdir 8 çıx X asıllığının qrafikini qurun. Cədvəlində yazın, sonra qrafikini də qurun. Y-i tap, Y-i, bəli, bunu yeni X, Y-i tapın. Bu səhvdir, bunu silirəm. 8 çıx X. Bax, burada yazmışam. Y bərabərdir 8 çıx X. Bu X-dir, qırağa düşür uşaqlar. Görək. 8 çıx X. X var burada. Mən necə eləyim ki, siz bunu görəsiniz. Bu X'dir. Biraz qalınlaşdırım. 8 çıx X. X'ə nə deyək? 0 deyək. X'ə qiymət deyək 0. 8-dən 0 çıxarıq, Y elə 8 olur. Deməli, X 0 olanda heç nə çıxılmadı, 8 oldu. X'ə 1 deyək. 8-dən 1 çıxarıq, Y olar 7. 8-dən 2 deyək bu dəfə. 2 çıxarıq, 6 olar Y. 3 desək, 8-dən 3 çıxarıq, 5 olar. İndi bunları mən belə geniş bir qrafik çəkmişəm ki, belə böyük imkan verir burada. Bunların üstündən eləyək. X'in qiyməti 0. Bax, budur. Bu X oxudur. Üstə X yazırım. Bu da Y oxudur. 0 olanda Y oldu 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. 0 olanda bura düşdü. Buradan başlayacaq. Çıx varsa bu qrafik aşağıya doğru gələcək. Bax ki, misalda gördünüz. Aşağıya doğru yönələcək. Buradan başlayıb. X 1-dirsə, X'ə 1 deyiriksə, bax bu X2 var. Buna 1 deyəndə 8-dən 1 çıxıram, olur 7. Y-in qiyməti olur 7. Bu 1-dirsə 7 ilə kəsişəcək. 7 də budur. 1 ilə 7 kəsişdi belə. 2 desək 6 ilə kəsişəcək. Bu 1, bu da 2. 6 ilə kəsişəcək. 7, bu da 6. Bu burada olacaq. 3 desək X'ə. 3. 8-dən 3 çıxarıq 5. 5 ilə kəsişəcək. Bax burada. Onda bu nöqtələri birləşdirsək. Bax, belə bir nöqtələri birləşdirsək, uşaqlar. Bu karandaşla çəkim bəlkə bunu. Bax, bu nöqtələri birləşdiririk. Bu asılı dəyişənin qrafikidir. Bax, bunun qrafiki budur, uşaqlar. Sonra burada yazılıb ki 3 ilə 5'ə aid nöqtə tapın. Bir də bunu da mən sizə deyim uşaqlar. Belə bir şeylər verilib.
Siz bunları nöqtələri qurmalısınız. Mən yenə burada izah edirəm. Məsələn, birinci nöqtəmiz A nöqtəsi. Qrafik, hələ həmin misalımız davam edir. A, mötərizdə yazılıb 3.5. Yəni, bu deməkdir ki, uşaqlar, A nöqtəsini qrafikin üstündə göstəririk. Yəni, x 3 olmalıdır, y 5 olmalıdır. Mötərizənin içərisindəki o birinci ədəd x-i göstərir, ikinci y-i göstərir. Bizdə də elədir. 3-lə 5. 3-lə 5-in kəsişmə nöqtəsi. Bu neçə idi? 5 idi də elə. Bax, bu A nöqtəsidir. Mötərizdə yazırıq. 3-lə 5. Bax, bu nöqtədir. Sonra 4-lə 8-in kəsişmə nöqtəsi. X 4-dir. Y 8-dir. X 4-dürsə, bu 8 də yuxarıdadır. X ilə 4 yox, 4 ilə 8. 4 budur. 8 də gedirik. Budur. Bu nöqtələri quraq qrafikdə. Bu da olacaq B nöqtəsi. 4, 8. Mötərizdə yazırıq. 4, 8. 4'ü x oxunda götürdüm. 8'i də y oxunda. Bu qrafikin üstünə düşmədi. Qrafikin üstünə birinci düşdü. C-ninci 2 ilə 6. 2. X oxu üzərində 2 ilə yuxarı qalxıram. Bu da 6. Bu da C-nincidir. Bu da bunun üstünə düşdü. C nöqtəsi də budur. 2, 6. Birinci x'i göstər, ikinci y. D də var. 5 ilə 3. 3, 4, bu da 5. 3 də buradan gəlir. Bu 1, 2, 3. 5 ilə 3. X 5'dir. Bax burada x 5'dir. Y 3'dür. 5'i buradan ayırdım. 1, 2, 3. Bu da düştü grafikin üstüne. Bu hansı nöqtə oldu? D nöqtəsi. 3. Yok 5, 3. 3. E nöqtəsi də var. 8 ilə 0. X 0'dır. Yok x 8'dir. 8'dirsə 0 da budur. Bu da bu nöqtə olacaq elə. X-a 8 desək, düsturumuza baxaq görək. X-a 8 desək, düsturda bax budur. İnşallah y bərabər 8 çıx x. X-a 8 desək, 8-dən 8 çıxsaq 0. Doğrudan da x 0 olanda y 8 0 olur. Y 0 olur. 8'dən 8 çıxır. Bu 8 olanda bir nöqtədə gəlir, düşür. 8, y də 0 olur. 0 ilə 8'in nöqtəsi də elə bax buradır. Kəşmə nöqtəsi. Yəni bu oxu uzatsaq, gəlib bu 8 nöqtəsindən keçər. Bunun üzərinə düşməyən bir nöqtə var. 4 ilə 8'in kəşməsi. 4. 4'dən qalxırıq yuxarı. Bu idi da 4 ilə 8. Hə, bu düşmədi uşaqlar. Bu grafikimizin üzərinə düşmədi. Bir dənə bu B nöqtəsi grafikin üzərinə düşmür. 30-cu səhifədə. Görək bizdən nə soruşurdu? Uyğun olanlar müəyyən edin. Uyğun elədik ki, bu A, B, C, A, B yox. A, B düşmədi. C, A, C, D, bir də E. Grafikin üzərinə düşdü. Bir dənə bu düşmədi grafikin üstünə. Bunu soruşur bizdən. Görürsünüz, biraz çətindir. Diqqətli olmaq lazımdır. Sonra kvadratın tərəfi C'dir.
Biz bilirik ki, özümüzdən yazmalıyıq uşaqlar. Bir kvadratın tərəfi C-dirsə, perimetri nəyə bərabər? Bax, belə bir kvadrat çəkirəm. 4 tərəfi bərabərdir də. Bunun bir tərəfi C-dirsə, perimetri nədir? Bunun kənarlarını toplamaqdır. Perimetr bərabərdir. C, bu da C. 4 dənə C-ni üst-üstə gəlmək 4C demək. 4 vurulsun C deməkdir. Perimetr 4 vurulsun C'dir. Asıllıq düsturumuz belə olacaq. Perimetr bərabərdir. 4 dənə tərəfin bir tərəfi 4-ə vurmaqla biz perimetri tapa bilərik. İndi burada da yazırıq. C'yə qiymətlər veririk. C. Bu da P. Asılı dəyişən budur. Elə belə dəyişən budur. Bu da asıl dəyişəndir. Əgər kvadratın tərəfi 1-dirsə, bax bu kvadratın tərəfi, elə istəyirəm ki, bura düşsün. 1-dirsə, 1. 1-i vuracaqsan 4-ə. Olacaq 4 santimetr perimetr. 2-dirsə, 2, 2, 2, 2. Perimetri bilirsiniz ki, kənarlarının cəmi deməkdir. 2-dən 4 dənə, 4 vur 2, 8 santimetr. Bax, bunu düstura görə tapırıq. C 1-dirsə, 1 yazıram bura. 1. Perimetri olacaq 1 vur 4, 4. 2 olsa, C 2 olsa. 2 olarsa, 2'ni vuraram 4'e 8. 3 olarsa 12. 4 olarsa 4'ü vuraram 4'e 16. Yani bizim ne kadar imkan verecekse grafikimizin uzunluğu hele de quracağım uşaqlar. Bu grafiki perimetrin tərəfdən asıllıq grafikini quraq. Bu tərəf yuxarı P, bu da C tərəfidir. Kvadratın tərəfinin uzunluğu var. Bir də C'dir. Bax, burada görürsünüzmü? C ilə işarə eləmişəm. C 1 santimetrdirsə 4 olub P. C'ni 1 götürürəm. Budur 1 santimetr. 1, 2, 3, 4 də bu da. Bunların kəsişməsi bura düşəcək. Kvadratın tərəfi 0 ola bilməz. 0'dırsa onda o kvadrat yoxdur. Ona görə də biz bura 0 ilə başlaya bilmərik. Kvadratdan söz gedirsə ən azı 1 olmalıdır, yaxud da yarı. Müəyyən bir qiyməti olmalıdır. 1 olanda, bax bu 1. 4 oldu. 2 olanda 8 olacaq. C kvadratın tərəfini göstərir. Buraya yazırıq 2. 2 olanda olacaq 8. 5, 6, 7, 8. Bunların kəsişməsindən. 2 mi bura? 1, 2, bəli buradır. Bunların kəsişməsindən olan nöqtədir bu. 2'ye doğru gedir bu. 3 olarsa 12. 3 budur. 3'dən qaldırırıq yuxarı indi. Bu 3 işarəsidir. 3'dir. 3 rəqəmidir. 3. 3'dən gedirik yuxarıya. 3 ilə də 12 kəsişməlidir. 12'ni hardan tapdıq? 3'ü vurduq 4'ə 12 tapdıq. Görək 12 harda düşür? Bu olacaq 8. 8 oldu mu? 4'e vuranda 2'ni 8. Bəli, bu 8 oldu. 9, 10, 11, 12. Bax, bura düşür uşaqlar. Gəlir, bax, bura. Bax, bura. Onda grafik necə olacaq? Grafik, bax, belə bir grafik olacaq. Bu da perimetrin grafikidir. Tərəfdən asıllıq grafikidir. 0 olarsa elə başlanğıcda da 0 olacaq. P bərabərdir 4C düsturudur. Asıllıq düsturunun grafikidir. C 2,5 olarsa
Bilirik axı P bərabərdir. Düsturumuz P bərabərdir. 4 vurulsun 2,5'e. Bu da bərabərdir 10 santimetr olacaq. Bu da başqa bir müəllimin sualı idi. Məsələdə. Şəkilə əsasən düstur tərtib et. Stolun sayı n'dir. Kitabınızda da var bu şəkil. Məsələ də artıq bu. Məsələyi keçdik. Kitabda var. Stolun arxasında 4 dənə stul var. Stulların sayını tapmaq lazımdır. Burada. Stolun sayı n'dir. Stulun sayı da k'dır. K nəyə bərabərdir? Düstur yaz. K bərabərdir. Bu ümumi stulların sayıdır. K bərabərdir. Stulların sayı. N vurulsun 4 vurulsun N. Bir stolda 4 dənə var. Vurulsun N'ə. Bir stolda 4 dənə var. Stul 4 dənədir. Bunu 1 götürsək, stolun sayını 1 götürsək, bir stolda olan stulların sayı, ümumi sayı K'dır. 4 düşəcək. Yox, 2 dənə götürsək, bax bu yekə, masa, yekə dedim ben, masaların sayını 2 götürsək, N'in sayı olacaq 2 dənə. N 2 olacaq. Stolların sayı 2'dir. N də stolların sayıdır. Onda olacaq stolların sayı vurulsun 4 dənə hərəsində. 2 dənədə olan ümumi stulların sayı isə 8 olacaq. Bax belə. Bir düsturu yazdıq. Asıllıq düsturu budur. Asıllıq düsturu yaz. Bəli, bu idi, mən yazdım. Sonra deyir, N1 olarsa, K bərabərdir. Düsturumuz belə idi. Ümumi stulların sayıdır. 4 vur N. 4 bir dənə masada olan stulların sayıdır. Masa bir dənə götürsək, belə olacaq. Ümumi say K bərabərdir. 4 vur 1. Bir dənə masada olacaq. K'nın qiyməti olacaq 4 dənə. Yəni ümumi stulların sayı bir masa üçün 4 dənə. 2 götürək. Yenə də həmin düsturda. 2 nəyi götürürük? Masanın sayını, stolun sayını. N bərabərdir 2 olanda düsturumuzda N'in yerinə 2 qoyuruq. 2 vur 4 8. K bərabərdir 8 olacaq. 3 götürək bu dəfə masanın sayını. 3 dənə böyük stol var. N bərabərdir 3 dənə stoldur. Ümumi stulların sayı da K'dır. Bu da bərabərdir. Bir stulda 4 dənədir. Bir stolda 4 dənə stul var. Bəs 3 dənə də 12 dənə. K bərabərdir 12. 3'ü vurdum 4'e. Belə. Sonra N bərabərdir 5 olduqda stulların sayını tap. K bərabərdir. Bir stolda 4 dənədir. Bəs 5 dənə stolda N stolların sayını göstərir. Bərabərdir 20 dənə stol var. Hər stola bir stol əlavə etsək, düstur necə dəyişər? Olacaq K bərabərdir N stolların sayıdır. 4 əvvəl var idi. 4 K yox 4 N plus 1. 4 dənə ilə tapırıq, sonra birini əlavə edirik. Bax belə olacaq. K ümumi stulların sayı 4 dənə ilə tapırıq. Hər stulda 4 dənə. 1 əlavə edirik. Məsələn, 2 stolda 8 stul varsa, hərəsinə 1 dənə əlavə eləsək 10 stul olacaq. 4 vur 2 8. Üstə gəl 1 9 olur. Yox, bu düz olmadı. N plus 1. Bu N plus 1 mötərizədə olacaq.
3. 3 vur 4, 12. Bu da düz olmur. 1 olarsa 1 üstə gəl 1, 2. 2'ni 4'e vurarıq. 8. 4 n plus 1. Belə yazaq elə. 4 n üstə gəl 1. N 1'dirsə 2 olsa 8. O da hər stulda bir dənə əlavə etsək, cavabı tapandan sonra uşaqlar 1 əlavə eləyirik. 5'dir də hər masaya bir stul əlavə etsək, hər masada bir stul var idi. 4 stul var idi. 4 stul. Bu düstur səhvdir. Hər masada 4 stul vardı. İndi əlavə etsək, hər masada olacaq 5 stul. K bərabərdir. 5 vurulsun n olacaq. Uşaqlar. 2 masada 10 stul. 5 dənə stulların sayını bir əlavə edib 5 dənə götürdük hər masaya. Bu yox, bu olacaq. Burada da yine grafikimiz var. 13. Axırıncı məsələdir. Bu belə. Düstur və cədvəl yaz. Nəyə görə? 1 metr lent 2 manatdır. Bəs n qədər lent. Lentin uzunluğu verilib. 1 metrdirsə 2 manat olacaq. 2 metrdirsə lent. N metr uzunluğu göstərir. N lentin uzunluğudur. Burada yazmışam. Lentin uzunluğu 2 metr olarsa 4 manat olacaq. Lentin uzunluğu 3 manat olarsa uşaqlar 1 metresi 2 manatdan olacaq 6 manat. Burada da yine kəsmə nöqtələrini götürərsiniz. Mən bunu qısaca necə çəkəcəksiniz göstərim. Bax belə çəkəcəksiniz. 0 grafiki. Burada göstereceksiniz lentin uzunluğunu. Eni. 1, 2, 3. Burada ise P'ni. Ümumi verilen kıymeti. P. Bu N'in kıymetlerini buraya yazırsınız. P'nin kıymetlerini de bura. Bunların kəsmə nöqtələrindən nöqtə qoyub birləşdirirsiniz. Lent 4,5 metr olarsa məbləği tap. Bəli. P, yəni ümumi məbləğ bərabərdir. 4,5 metr lentin uzunluğudur. 2 manatdan 2 manat vurulsun 4,5'e. Metreye. Metr. Bu manatdır, bu metrdir. Bu da bərabərdir 9 manat. Bu adicə məsələdir. 2-ci sinif, 3, 1 siniflərin məsələləridir. 12 manat 50 qəpiyə neçə metr lent almaq olar? Yəni bu dəfə düsturumuz belə idi də. P bərabərdir 2n. Bu dəfə nə verilib? Lentin uzunluğunu soruşur. Məbləğ verilib. Yəni 2n bərabərdir 12 manat 50 qəpik. 12 manat 50 qəpik. Belə bil ki, bir burada vur varsa, vurğulardan biri məchuldur. N bərabərdir 12 manat 50 qəpik bölünsün 2'ye. N bərabərdir 12 manat 50 qəpik bölünsün 2'ye. Eləyər 6 manat 25 qəpik. 6 yox, biz burada uzunluğu tapırıq. 6 metr 25 santimetr. Metr. 25 santimetr. Bax bu qədər biz lent alacaqdıq. 12 manat 50 qəpiyi böldüm 2 yerə. Yəni ki 2 manatlara ayırdım. 2 manatlara ayıranda 6 manat 25 qəpik düşür. 25 santimetr düşür. Bu qədər uşaqlar. Sağ olun ki, baxdınız, bəyəndiniz, abunə oldunuz. Sağ olun. Bu qədər.